Boş-boş işlərlə məşğul olma. Yəqin ki, yoga müəllimləri və yaxud da yoga ilə məşğul olan insanların çoxu bunu eşidibdir. Ətrafından, ailəsindən, tanışlarından boş-boş işlərdir. Asana etmək, meditasiyada oturmaq, gözünü yumub dəqiqələrlə oturmaq boş-boş işlər və zaman itirmək deməkdir bəzi insanlar üçün. Amma yoga ilə məşğul olan insanlar artıq öz dəyərlərini anlayan, özlərinin, bədənlərinin fərqində olan insanlar olduqlarına görə bunu davam etdirib yoganı bir peşəyə, yəni yoga müəlliminə çevrilməyə başlayırlar. Nə üçün? Məsələn, mən çox yoga müəllimləri tanıyıram. Mən özüm də həmçinin onların içində ki, başqa bir sahədə çalışırlar, başqa bir işləri var. Hekayələr bir-birinə bənzəyir hardasa və yoga ilə tanış olub özlərinə vaxt ayırdıqdan sonra artıq o işə, işlədikləri hansı ki rəsmi iş var, dövlət işi və yaxud hansısa bir şirkət işi, o işə gedə bilmirlər. Orada özlərini tapa bilmirlər, rahat hiss etmirlər və yavaş-yavaş niyə? Çünki özlərinə sayğı göstərməyə başlayırlar, dəyər verməyə başlayırlar və bu sayğının nəticəsində artıq kiminsə bizlərlə başqa cür rəftar etməsi deyim, nə isə bir düzgün olmayan bir şey varsa işdə, buna boyun əyib, tamam deyib keçə bilmirik. Çünki artıq öz dəyərimizin fərqindəyik. Onun üçün bizlər, mənim kimi insanlar, müəllimlər artıq yoga müəllimliyinə keçməyə başlayırlar ki, mən yoqada özümü tapıramsa, niyə də bunu öz peşəmə çevirməyim və rahat özümün istədiyim şəkildə öz işimin sahibi olmayım. Və mən bu yaxınlarda bu sözü təkrar eşitdim, boş-boş işlərlə məşğul olma kimi. Və mən təbii ki, artıq müəyyən yollardan keçən bir müəlliməm, həmçinin yoga müəllimi olan artıq oturmuş insanlar var ki, onlar müəyyən bir yollardan keçiblər, bu sözlər onlara təsir etmir. Amma yogaya yeni başlayanlar, yoga müəllimliyi üçün addım atmaq istəyən, yəni öz tələbələrimi düşündüm ki, düşünün ki, onların da ətrafındakı insanlardan kimsə deyir ki, sən boş-boş işlərlə məşğulsan. Təbii ki, bu insan hələ həyatında tam yoga oturmayıbdırsa, biraz inamsızlıq da orada təzə başlanır. Görsə, mən həqiqətənmi boş-boş işlərlə məşğulam və bu şübhələr yarananda yogadan insan geri də çəkilə bilər. Onun üçün də əgər yeni başlamısınızsa, yoga yolunda getmək istəyirsinizsə, heç bir şəkildə ürəyinizi sıxmayın, qətiyyən boş bir işlə məşğul deyilsiniz. Özünüzə güvənin, öz yolunuza güvənin və içinizdən gələn səs deyirsə ki, sən bu yolda davam etməlisən, o səsi dinləyin, başqa insanların səslərini yox.